Sizi xoş gördük. Bu gün sizinlə birlikdə 3-cü sinif Azərbaycan iş dəftərindən səhifə 38-də olan tapşırıqları həll edəcəyik. Başlamazdan öncə kanalıma abunə olmağı və videomu bəyəndinizsə bəyən düyməsinə basmağı unutmayın. Gəlin başlayaq. Artıq səhifə 38-dəyik. Odlar yurdu. Bir tapşırığında deyir ki, öğrencilere verilmiş ifadeler hansı sözle əvəz etmək olar? Söz boşasından uyğun sözləri seçərək sözlərin cümlələrin qarşısında yaz. 1. Mehter at sürüsünü yaşıl otlağa gətirdi. Biz bunu söz boğçasındakı ilxı sözü ilə əvəz edə bilərik. Siz kitabdan ilxı sözünün mənasına baxa bilərsiniz. Yəni kitabdan söz boğçasına baxa bilərsiniz. 2. Mənim babam ilk sözdən hər şeyi anlayan adamdır. Burada mətndə də deyirdi ki, Aldadə arif adamdır. Yəni hər bir sözdən ərəblərin nə üçün gəldiklərini başa düşdü və onlarla münaqişəyə girmədi. Və nöqtələrin yerinə söz boğçasının uyğun sözlər seçib yazmaqla cümlələri tamamla. Yenə də siz oradan baxıb deyə bilərsiniz söz boğçasından. 1. Şah günahkarın boynunu vurmaq boynunu vurmaq əmrini verdi. 2. Kəndə gedən yola sal daşlar döşənmişdi. Aha, ben də belə elədik. Keçək C-yə. C. Al-Dədə əfsanəsindəki Al-Dədə obrazına aid cədvəl tamamla. Al-Dədə 1. Möcüzələr yaradır. Əsaslandırma. O yazaq. O ocaqda bağlı bir dəqiqə. Aha, bağlı təndirin içində yanmır. Əksinə saqqalından nə olurdu? Buz sallanırdı. Buz sallanır. Aha, buz sallanır. Həqiqətən də onu ərəblər salmışlar. Gördülər ki, bu heyrətə düşdülər ki, bu necə də belə ola bilər. Sonra isə atdığı var çubuqlar. Aha. Çubuqlar haralara düşdü? Hər biri dağlara düşmüşdü. Elə deyil? Aha. Al-Dədə 2. Vətənpərvərdir. Əsaslandırma. Vətənpərvər olduğunu əsaslandırsaq, deyə bilərik ki, o Bağdad xəlifəsinin adamlarından vətəninin toxunulmazlığını istəyir, torpağını göz bəbəyi kimi qoruyur. Göz bəbəyi kimi deyirik. Niyə? Çünki göz bəbəyi, məsələn, göz bəbəyi gözümüzdür, elə deyil. Göz bəbəyi, yəni gözümüzün içindəki qara və ya hər hansı bir rəngdə var, gözünü görməmiz üçün. Bax, məsələn, bir dənə adam sən gəlsə belə zarafat da olsa, belə eləsə, yəni biraz vurmuş kimi eləsə, sən həmin an gözünü yumacaqsan. Ona görə deyirik ki, göz bəbəyi kimi. O Bağdad xəlifəsinin adamlarından nə istəyir? Vətəninin, torpağının toxunulmazlığını istəyir. Toxunulmazlığını istəyir. Torpağını göz bəbəyi. Torpağını göz bəbəyi kimi qoruyur.
Al dədə. 3. Müdrikdir. Əsaslandırma. Müdrikdir ki, müdrik o deməkdir ki, yəni onlar deyirlər Arif, Arif deməkdir. O da, yəni sözdən anlayan. Yaza bilərik ki, Bağdad xəlifəsinin adamlarının nə üçün gəldiyini anlayır və onlarla münaqişəyə girmir. Aha, gəlin yazaq. Yazaq ki, Bağdad xəlifəsinin adamlarından e, nə üçün nə üçün gəldiklərini anlayır və onlarla münaqişəyə girmir. Aha. Keçək tapşırıq C-yə. C-də deyir ki, Aldad əfsanəsindəki obrazlara öz münasibətini bildir. Bağdad xəlifəsi. Bağdad xəlifəsi ədalətli idi. Yazaq. Bağdad. Yazaq ki, Bağdad xəlifəsi ədalətlidir. Ədalətlidir. Nə üçün dedim ki, ədalətlidir? Bəlkə zalım deyərdim. Ədalətlidir. Niyə? Çünki o adamlarına deyir ki, xalqı aldadırsa cəzalansın. Doğrudan əgər yəni doğrudan eləsəm, doğrudan da möcüzələr yaradırsa bütün istəyi qəbul olsun və yerinə yetirilsin. Sün. Aha. Xəlifənin adamları isə necə idi? Xəlifənin adamları. Mətnə nəzər salsaq, onlar neynədir? Buna söz verdilər. Elə deyil, Aldədə söz verdi. Əgər bunlar söz veribsə, sonra deyil, toxunmadılar da onun torpaqlarına, elə deyil. Deməli, bunlar neynədilər? Öz sözlərində durdular. Ona görə yazacağıq ki, xəlifənin adamları öz sözlərində durandırlar. Çünki 2 nəfərdir axı. Söz verdikləri üçün neynədilər? Üçün nə Aldədənin özünə nə də nə istəmişdi onlar? Torpaqlarına. Aha, torpaqlarına neynədilər? Torpağına bir dəqiqə. Torpağına zərər vermədilər ki, elə deyil. Aha, odlar yurdu, elə deyil, onlar yurdu da Azərbaycan.
Odlar yurdu Azərbaycan. Aha, odlar yurdu. Bir dakika. Aha, odlar yurdu. Yadların. Yadlar yani başkalar da. Yadların hücumuna məruz qalmadı. Bugünkü tapşırıqlarımız da belə qurtardı. Elə deyil, qurtardı. Aha. Bəli dostlar, bu gün də sizə ev tapşırıqlarını yerinə yetirməkdə kömək etməyə çalışdım. Ümid edirəm ki, video öyrənici oldu. Əgər bəyəndinizsə, videonu bəyənməyi, paylaşmağı və kanalıma abunə olmağı unutmayın. Hələlik.